Fiziki cazibədarlıq. Psixoloqlar deyir ki, fiziki cazibəli insanlar başqaları tərəfindən daha çox sevilirlər müqayisədə. Sosial elmlərdə halo effekti deyilən bir termin var. Bəzi çıxışlarımda demişəm, burada da deyim. Halo effekti nədir dostlar? Halo effekti budur. Məsələn, siz İngilis dilinə marağınız var sizin. Bir nəfərlə tanışırsınız, görürsünüz, İngilis dilində nə gözəl danışır. Halo effekti budur. İnsan bir nəfərdən sevdiyi bir xüsusiyyəti görəndə o adamı dürüst, əxlaqlı, gözəl adam kimi təsvir edir. Deyirsən ki, filan kəs necə adamdır? Deyirsən, abi sən nə yaxşı insandır, dürüstlür, fədakardır, falan. Deyirsən, harada görmüsən? Heç də görmüsən. Sadəcə ona görə ki, ingilisində yaxşı danışır. Vəssalam. İngilisində yaxşı danışır. Filan kəs bu fiziki cazibədarlıqda halo effektidir. Halo effekti. Filan kəs yaxşı adamdır. Niyə? Çünki fiziki cəhətdən cazibədardır. Nə dəxli var? Fiziki cəhətdən cazibədar olan o qədər oğrular var ki, insanı aldadırdı amma. Burada məntiq yoxdur. Amma məntiqsiz qərar veririk də. Bax, söhbət odur. Halo effekti. Birinci gözün nəyə tutsusa odur. Restorana gedirik, içəri girən kimi xidmətçi gəlir. Keçən dəfə dostlardan biri deyir ki, içəri girdik restoranda Bakıda. Bir gənc cavan oğlan gəldi, dedi ki, qonaqlara bizə, mənim adım filan kəsdir, bu gün mən sizə xidmət edəcəm. Oo, nə gözəl. Dedim ki, 10 manatı qazandım artıq. Çaya boyu qazandım. Mən sizə halo effekti budur. Birinci gördün, gözün tutdu. Hesabda artıq alsalar da veci olmur sonra. Birinci tutu bax gözün. İçəri girən gözün. Ay nə gözəl çılçıraqlar, nə təmiz restorandır bu, nə gözəl evdir bu. Aydındır, tutdu gözün. Restoran əla restorandır. Niyə? Bir xüsusiyyətinə görə. Çünki təmizdir, vəssalam. Əsas bir dənə xüsusiyyəti. Buna adla halo effekti. Kanadalı seçicilər fiziki cazibəli namizədlərə 2,5 dəfə daha çox səs vermişlər. Hərçənd onların 73% sorğuda bunu inkar etmişdilər. Deyir, yo, nə danışırsan? Fiziki cazibədarlığa görə səs veriblər.